Ruslar forumlarda deyirlər ki, əgər bu avtomobili hər gün şarja taxmayacaqsansa, bu avtomobili heç almağa dəyməz. Söhbət BMW-nin G30 plug-in hibridindən gedir. Birinci ona görə ki, batareyanın öz həcmi, çəkisi ağırdır və bu maşını biraz da daha ağır eləyir. İkinci səbəbi ona görə ki, gəlin hələ bir yerdə baxaq. Söhbət bizim burada yükümüzdən gedir, yəni bagajımızdan gedir ki, əlavə yer tutur. Burada baxın. Yəni bu adi variantlarda G30-da bu dübbələm düzdür, amma burada hal-hazırda bizdə batareyalar yerləşir. Üçüncü səbəbi isə adi maşın kimi bunu sürsəz, ola bilər ki, hətta adi BMW kimi sərfiyyatı olsun. Yəni heç hibrid kimi siz bundan istədiyiniz zövqü ala bilmərsiniz. Yəni söhbət benzin sərfiyyatından gedir. Ona görə şarja taxanda çox böyük fərqlər olur. Bu əsas 3 səbəbdir. İndi gedək yavaş-yavaş bunu daha ətraflı danışmağa. I don't think so. No, 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 no. I don't think so. No, 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 no. It's never, ever, 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 ever gonna happen. Bildiyiniz kimi elektromobillərdə tam şarj eləmək, yəni 100% şarj eləmək məsləhət görülmür. Çünki batareyalar degradasiya olunur. Amma bu yeni nəsil plug-in hibridlərdə, xüsusən də BMW-lərdə battery management system təchiz olunub ki, bunlarda yəni 100% qoysaz belə problem olmur. Özləri belə deyim də tənzimləyir. Amma bir şərtlə 100%-a zarətqaya qoyduzsa, həmin gün sürürsünüzsə maşını problem yoxdur, degradasiya mənasında. Yox, əgər bu günləri siz full şarj eləyirsinizsə, sabah yola çıxarsınızsa, o tövsiyə olunmur. Elə olan halda deyir ki, 80-90% zarətqaya yığ, əgər sabahları yola çıxarsansa. Bu düzdür, bizə mənzil mənasında, yəni elektromobil kimi sürəndə biraz qısa məsafə versə də, amma batareyalarımızı qorumaq mənasında uzun müddətli bizə kifayət qədər, yəni degradasiya mənasında bizə kömək eləyəcək ki, batareyalar degradasiyaya az uğrasın. Bir də bizim bu avtomobilimizdə şarj heç vaxt sıfıra düşmür. Yəni bax burada gördüyünüz bax bu şarj burada sıfır olsa da, amma sıfıra heç vaxt düşmür. Adi elektromobillərdəki kimi. Sıfıra yaxınlaşana yaxın artıq özü işə düşür və olur adi hibrid avtomobili və qoymur ki, sıfıra düşsün. Çünki bu batareyalara ziyandır. Avtomobilimiz deməli 9,2 kilovatlıq batareyalarla təchiz olunub ki, bu bizə qış vaxtlarda dəhşət soyuqlarda 16 kilometr ən minimum getdiyimiz, yəni 16 kilometr oldu sırf batareya hesabına. Bu təbii ki, yenə də dediyim kimi sıfıra kimi düşmür də. İndi 20%-də, 25%-də avtomatik mühərrik işə düşür. Maksimum hələ ki yenə də soyuqlardır. Maksimum isə 28 kilometr getmişəm. Mən təxmin edirəm ki, qış vaxtı, yay vaxtı kondisionersiz mənə elə gəlir ki, 35 kilometr yol gedəcək. Mənə elə gəlir. Düzdür. BMW-nin sırf verdiyi rəsmi məlumata görə bu təxminə 25-26 kilometr yol gedə bilir. 16 mil səhv eləmirəmsə. Amma reallıqda bu hal-hazırda bizdə bu qədər gedir. Bir də bunun plug-in hibridi sırf onun üçün nəzərdə tutulmayıb ki, yəni sırf plug-in kimi istifadə olunsun. Bu əsasən də BMW olduğuna görə əsasən buna güc verir. Yəni orada siz polnu full belə deyim qazı basanda strelkadan sonra boost bölümü də var. Boost işə düşür. Yəni adi vaxtda misal üçün bunun mühərriki 150 at gücü hasil eləyirsə, elektrik mühərrik də təxminən biri 110 at gücü hasil eləyirsə, yəni ümumilikdə 250-dir. O boostu qoşanda 290-a kimi qalxa bilir. Yəni bu sizə əsasən bu güc mənasında verir. Bildiniz, onu demək istəyirəm. Sonra nədən bəhs eləyim? Təxminən o dediyim kimi 20%-dan 100%-ə kimi 6,8 kilovat bizə enerji lazım olur ki, 100% şarj olunsun. Bu da qəpiyə çevirəndə, pula çevirəndə ekvivalentinə 80 qəpiyə. 80 qəpiyə bu qədər kilometraj bizə qət eləməyə imkan verir. Söhbət bayaq dediyim kimi ortalama 25 kilometr bizə yol qət eləməyə imkan verir. Kim üçünsə maraqlı olsa, bu şkafın da yığılmağı bu ayrı mövzudur. Onunla bağlı
bayaq dediyim kimi videoda tam ətraflı məlumat var, amma təxminən bilmək istəyirsə 100-150 manat civarı arası ustaplı ilə bir yerdə yığılma prosesi başa gəlir. Keçirik indi növbəti maraqlı məlumata. No, 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 I don't think so. No, 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 it's never, ever, 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 ever gonna happen. I don't think so. No, 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 no. Maybe someday you'll have it your way. İndi keçirik əsas məsələyə, ən çox maraqlandıran suallardan biri ki, bizim maşınımız, avtomobilimiz, plug-in hibridimiz nə qədər benzin sərfiyyatı sərf eləyir 100 kilometrə. Gəlin elə buradan pribordan baxaq. Deməli, maşının, avtomobilin verdiyi məlumata əsasən bu məlumat son 763 kilometrin məlumatıdır. Yəni 35 saat 26 dəqiqənin məlumatıdır. Yəni yeni yeniləməmiş idi o mənada. Ortalama bizim sürətimiz 22,5 km/saatda, yəni şəhər içi sürülür maşın. Tras demək olar ki, görmür, yəni trasa çıxmır bu maşın. Ancaq şəhər içi və 5,1 litr 100 kilometrə benzin sərfiyyatıdır. Düzdür, demək olar ki, hər dəfə şarj olunur maşın. Ona görə də bizdə bu məlumatlar var. İndi keçirik digər məlumata, hansı ki biz şarjımızı neçə cür variantla istifadə edə bilirik. Baxın, burada Plan Charging Climate Control var. Bura daxil olanda Settings Charging Current. Bax, bura daxil olanda burada bizdə 3 növ şarjı doldurma var. Low, Reduced və Maksimum. Bu nə deməkdir? Bu o deməkdir ki, bizim naqillərdən asılı olaraq biz avtomobilimizi hal-hazırda low-da qoymuşuq. Bu da 6,5 saata, 6 saat yarıma yəni bizim avtomobilimizi 25-dən 100%-ə kimi şarj eləyə bilir. Ya 20-dən 100%-ə kimi təxminən şarj eləyə bilir. Redusiya qoyanda təxminən 4 saat yarıma 100-ə kimi şarj olunur. Maksimumda isə bu təxminən 2 saat yarım, 3 saat aralığında. Amma yenə də burada da hətta ingiliscəsində yazıb ki, yəni bu qaldırmamışdan öncə şarj məlumat naqillərinizin vəziyyətinə uyğun olaraq hərəkət etməyiniz, belə deyim də, hardasa bu mənanı verir. Bu qədər dostlar. Ümid edirəm ki, videomu bəyəndiniz. Videomu bəyəndinizsə like etməyi unutmayın. İnşallah növbəti videolarda görüşərik. Bu maşına aid hər hansı bir sualınız varsa səsləndirin, kommentdə bildirin. Bəlkə elə növbəti videoda o sualların cavabını tapdınız. Sağ olun, var olun. I don't think so. No, 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 no. I don't think so. No, 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 no. It's never, ever, 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 ever gonna happen. I don't think so. No, 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 no. I don't think so. No, 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 no. It's never, ever, 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 ever gonna happen. I don't think so. No, 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 no. Maybe someday you'll have it your way. Maybe someday it'll all work out. Until then, nope, a nope, a nope, a nope, definitely nope, a nope, nope, a nope. Probably never, ever, 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 ever gonna happen. Oh.